Vallahi sahabələr ən xeyirli nəsil. Bu elmdən heç bir şey bilməyib ölüblər. Çünki bu elm sonradan, onların dövründən sonra çıxdı kəlam elmi. Zındıqlar çıxdılar, peyda oldular və bu elm gəldi, Yunan fəlsəfəsi və s. yayıldı. Əl-mühim, onların vaxtında olan elm nə idi? Allah dedi, Rəsulu dedi və salam və sahabələr dedi. Yəni sahabələrin dövründə tabinlər və onlara tabi olanlar, ətbə tabinləri dövründə, əhdində, zamanında olan elm Allah dedi, Rəsulu dedi, sahabə dedi. Elm budur. Ona görə o nususda varid olan şeylər yoxdur. Elm, elmin fəziləti, kim elm öyrənərsə, elm ardınca çıxan, nə qədər elmin üzərinə tərtib olan savablar, mükafatlar yoxdur. Elm. Hansı elmdən gedir söhbət? Kəlam elmi, məntiq fəlsəfə. O elm bizə sahabələrdə yox idi, onlar bilməyiblər. Onda heç biri nail olmayıb o mükafata, o fəzilətə. Bunlar hamısı batildir, boş-boş şeylərdir. Ona görə İmam İbn Qeym rahimehullah Nuniyə əsərində deyir ki: "El-ilmu qalallahu, qala rasuluhu, qala sahabetu, hum ulil irfani." Elm Allahın dediyi, Rəsulun dediyi, sahabələrin dediyidir. Onlar idi deyir irfan sahibi, haqq sahibi deyir. Ona görə bir elm ki, orada Allah demir, Rəsulu demir, sahabə demir, o elmdə xeyr ola bilməz. Sən get bax misal üçün kəlam elminə, fəlsəfə elminə, məntiq elminə. Yazıblar kitablar, cildlərlə, tonlarla kitablar yazıblar. Məsələn, kəlam əhli. Əqidə, kəlam əhlində əqidə necədir? Nəyin üzərində bina edilib, nəyin üzərində qurulub? Məsələn, əşarilərin əqidəsi nəyin üzərində qurulub? Kəlam elmi üzərində, məntiq fəlsəfə üzərində, düzdür? Əl-mühim, bunları hamısını bir cəm edir nə? İlmul kələm, kəlam elmi. Əqidə kitabları yazıblar, vallahi. Əqidə kitabları yazıblar. Yox. Hamısı kəlamdır. Elə şeylər təqdim ediblər ki, cəmaata, o şeylər sahabələr deməyiblər. O şeyləri Allahın Rəsulu deməyib, sahabələr deməyiblər və tabinlər o şeyləri deməyiblər. Hamısı xalidir. Allahın Rəsulunu, sahabələrin dediyi şeylər onların kitablarında vallahi tapmırsan axı. Onların kitablarında tapmırsan. Sahabə cəvhər deməyib, ərad deməyib, təsəlsül deməyib, əcsət, nə bilim, cism deməyib, filan. Bu onların dəndənəsidir, onların üsuludur. Bunun üzərində bina ediblər elmi.